Şagirdlər, gördüyümüz kimi burada qeyd etmişəm aylıq imtahan nömrə 1 9-cu sinif. Hər ay keçirdiyimiz imtahanın həllərini də burada vermiş olacağım ki, siz də təkrar səhvlərinizə baxmış olasınız. Mən də bunların hamısını bir-bir izah edəcəm. Birinci sualdan başlayaq. Birinci sualda M ədədinin üzərinə 13 gəldikdə 50-dən 27 vaid az ədəd alınar. M-i tapın. Lazımı qaydanı burada qeyd edəcəm. Ehtiyac yoxdursa da bunu yazacağım. Niçin M ədədinin üzərinə 13 gəldikdə 50-dən 27 vaid az olar. Az olar deyəndə çıxır. M üstəgəl 13 bərabərdir. 57-dən 27-də çıxsam 23. M də bərabərdir. 23 çıx 13. M də bərabərdir 10. Deməli cavabımız oldu 10. İkinci sual. Demişdik ki, ədədi 5-ə böldükdə qalıqda 3 alınır. 3A üstəgəl 2 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Demişdik, ədədi 5-ə böldükdə qalıqda 3 alınır deyəndə A bərabərdir 5 üstəgəl 3. A bərabərdir 8. Aparıb yerinə qoysam burada, A-nın yerinə 3 vur 8 üstəgəl 2 24 üstəgəl 2 bərabərdir 26. 26-nı da 5-ə böldükdə 26-nı 5-ə böldükdə 5 düşür, 1 qalıq qalır. Cavabımız olacaq 1. Yəni, hamısını işlətdiyim suallardır. Sadəcə yerlərini dəyişərək vermişəm. 180 ədədinin natural bölənlərinin sayını tapın. Bu kimi sualları tapanda biz qayda keçmişdir ki, ədədin natural bölənlərinin sayını tapmaq üçün ədədi sadəyək A ədədidir. Sadə vuruqlarına ayrılıb natural üslubu və şəklində yazıram. Ən sonunda üstlərinə 1 gələrək bir-birinə vururam. Bu qaydadan istifadə edərək 180 ədədini sadə vuruqlara ayırıram. 180 ədədini 2-yə bölsəm 90, 2-yə bölsəm 45, 3-ə bölsəm 15, 3-ə bölsəm 5, 5-ə bölsəm 1. 2-nin üstü 2, 3-ün üstü 2, 5-in üstü 1. Düz yazdım. Üstlərinə 1 gəlsəm bərabərdir. 2-nin üstə 1 gələndə 3, 3, 2. Bunlar bir-birinə vuranda 3 dəfə 3, 9, 2-yə vuranda 18. Cavabımız oldu 18. Keçək növbəti 4-cü sual. Demişdim ki, həm A-ya, həm B-yə böldükdə qalıqda C alınar deyirsə, əkö AB üstəgəl C. Həm A-ya, həm B-yə böldükdə qalıqda C alınar deyəndə əkobunu tapıb üstə onu gələcək. İstəyir həm A-ya, həm B-yə, həm X-ə böldür. Birinci əkobunu tapacam, üstə onu gələcək. Həm 36, həm 48-ə böldükdə qalıqda nə alınar? Yəni, ən kiçik ədədi tapmaq üçün nəyini tapacam? Əkobunu tapacam. 36-nı sadə vuruqlara ayırıram, 48-i də sadə vuruqlara ayırıram. 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 48 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Hər ikisində 2 var. Hər ikisində 2 var. Hər ikisində 3 var. Deməli, əkobun olacaq. 48 vurulsun 3. Üstəgəl 48 vurulsun 3. 48 vurulsun 3, üstəgəl 3. 144 o deyilir 147. Cavabımız oldu nə? 147. 5-ci sual. Kəsirlərdən neçəsi bərabərdir? Deməli, üstə 1 bərabərdir, üstə 1-ə. 27-də 9 da üstə 1-dir. 27-də 18 üstə 2-dir, ixtisar aparsam. 18-də 6 da üstə 1-dir, 21-də 7 də üstə 1-dir. Düzdürmü? 4 dənəsi bərabərdir. Cavab 4. Yəni, burada qeyri-adi bir şey eləməyə ehtiyac yoxdur. İxtisar aparsan kəsir. Görürsən, hansılar bərabərdir? 3-də 1, 3-də 1, 3-də 1. 9-da 4 ixtisar getmir. 9-da 5 qalır, 27-də 18-də 3-ə ixtisar gedir. 9-a ixtisar gedir, 3-də 2 qalır. Bu belə.
Sonra sonsuz dövr kəsirini adi kəsirə çevirin. Deməli, burada nə təkrarlanır şagirdlər? 72 təkrarlanır. Bunda 72, 99-da 72. Belə cavab yazılırsa səhv cavab olacaq təbii ki. Nə etməliyik? İxtisar aparmalıyıq. 9-a ixtisar aparanda 11-də 8. Cavabımız olur 11-də 8. Sonra A və B çoxluqları üçün NA 9, NB 7 olarsa, A birləşməyini ala biləcək elementlərin ən böyük qiymətini tapın. İki çoxluğun ən böyük qiymət alması üçün onlar nə olmalıdır? Kəsişməməlidirlər. Düzdürmü? Bu 9-dur, bu da 7-dir. Ən böyük qiymət alması üçün bunlar kəsişməməlidirlər. Cəmi də 16. Cavabımız olacaq 16. Sonra qarışıq ədədi vururam. Demişdik ki, B tam C-də A-dır, qarışıq ədəddir. Düzgün olmayan kəsrə çevirəndə B-ni vururam C-yə, üstə gəlirəm A-nı. Bu qaydanı tətbiq edib və yerdə qalan 4 dənə əməlimizdən istifadə edib həll edəcəyik. Deməli, birinci nə olacaq? 2-də 2 dəfə 4, 8 üstə bir yanda 9 vurulsun. 9-da 8 üstə gəl. 3 dəfə 5, 15 üstə bir yanda 16 bölünsün. Üstə 32 bərabərdir. 9-lar gedir, 2 ilə 8, 4 gedir, bunlar 1 qaldı. 4 üstə gəl. Üstə 16 vurulsun. 32-də 3, 3-lər gedir, 16 ilə 32, 2 bunlar 1 qaldı. 4 üstə gəl 2-də 1. 4 tam 2-də 1 yaza bilərsiniz, nəm? 2-də 9 yaza bilərsiniz, nəm? 4 tam 10-da 5 yaza bilərsiniz, hamısı eynidir. Cavabınız olacaq 4 tam 10-da 5. Aydındır. 9-cu sual. Burada nəyi bilmək lazımdır? Əziz şagirdlərim, burada bilməlisən ki, ya 0,2-nin 5-də 1 olduğunu bilməlisən, ya da 5-də 4-ün 0,8 olduğunu bilməlisən. Düzdürmü? Deməli, burada 54,2 üstə gəlisin nə? 44,8 nə? 8. 0. 4 üstə 4 gəlində 8, bir də yadda 9. 5-in üstə 4 gəlsən 9. Deməli, 99 vurulsun 9-da 1, üstə gəl 10 tam 100-də 1. 99-dan bu gedir 11. 11-in üstə 10 tam 100-də 1 gəlsən, biz də demişik 11-dən sonra vergül və sıfırlar var. 1, 0, 1, 20. 21 tam 100-də 1 olmuş olacaq cavabımız. Aydındır. Sonra həmişə imtahanlarda düşən o məşhur sual. Deməli, A-mız neçə K-dır? A-mız 3K-dır. B-miz 4K-dır. Çox 3K, 4K çıxılsın əbov 3K, 4K bərabərdir 88. Deməli, K-nı çıxardaram birinci. Əkov 3, 4. Buradan da K-nı çıxardaram. Əbov 3, 4 bərabərdir 88. 3-dən 4-ün əkovu 12K çıxılsın. K bərabərdir 88. 11K bərabərdir 88. K bərabərdir 8. Aparıb yerinə qoyacam. A-mız 24, B-miz 32. 3-8-ə vurdum 24, 4-8-ə vurdum 32. A plus B-ni soruşur. 24 üstə gəl 32 bərabərdir 56. Deməli, cavabımız oldu 56. 11-ci sual. Məxrəci 182 olan ixtisar olunmayan düzgün kəsir var. Bir var olunan, biri var olunmayan. 182-ni demişdik, sadə oxulara ayıram. 2-yə 91, 7-yə 13, 13, 1. 2 vurulsun, 7 vurulsun, 13 vurulsun. 1 çıx 2-də 1, 1 çıx 7-də 1, 1 çıx 13-də 1. Demişdik, A-dan kiçik A ilə, yadınıza gəlirsə, A-dan kiçik A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın deyəndə, sadə oxular ayırır, naqtal üslubu və şəkildə yazıram. Düstur da buradan bir də yazıram ki, 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B, 1 çıxılsın 1 böl C. Bəzi şagirdlər o qədər 9 il boyunca oxumayıb ki,
Natural bölənlərin sayından adam kiçik ilə qarşılıq sayda olan ədədlərin sayı üstünlüyünü səhv salır. Ha. 2 vurulsun. 7 vurulsun 13. Vurulsun 2 ilə 1. Vurulsun 7'də 6. Vurulsun 13'də 12. 2'lər getdi. 13'lər getdi. 7'lər getdi. Deməli 72. Cavabımız 72. İxtisar olunmayanı soruşur. Amma bizdən olunanı soruşsaydı, məxrəci 182 olan demişdik. 181 dənə düzgün kəsir var. 72 çıxsam eləyərdik 109. Olunan desəydi. Olunan. Amma bizdə olunmayan dediyinə görə cavabımız 72 olacaqdır. Sonra əkop 30 ilə 54'ün 30 sadə ruhlarına ayırıram, 54'ü sadə ruhlarına ayırıram. 2'yə 15, 3'ə 5, 5, 1, 2'yə 27, 3, 9, 3, 3, 3, 1. Hər ikisində nə var? 3 var, həm də 2 var. Deməli 54'ü vuracam 5'ə, çıxacam 2 vur 3'ə. 270'dən 6 çıxsam 264. Deməli cavabımız olacaq 264. Sonra növbəti 13-cü sual. Ədədi 15'ə böldükdən tamam qismət 4 qalıqda belə yenə düstur qaydamıza əsas A-nı B-yə böldükdən natamam qismətçi qalıqda ele alınır. Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalıq əlavə olunur. Ədədimiz A-dır. 15'ə böldükdən natamam qismət 4 qalıqda nə alınır? 3 alınır. A bərabərdir. 15 vurulsun 4 üstə gələsin 3. 60 üstə gələsin 3, 63. Deməli cavabımız nə oldu? 63. Sonra bunu həm düstur vasitəsilə yaza bilərdim, həm də nə ilə? NA birləşib B bərabərdir NA üstə gələnsin NB çıxılsın NA kəsişib B-yə. Deməli, indi bizdən nə? Bununla yaza bilərəm, bir də Eylül-Venn diaqramla. Turistlərdən 12'si Alman, deməli N Alman nə qədərdir? 12. N İngilis nə qədərdir? 17. Hər ikisinin getdiyi hazırlıq nədir? 9'dur. Neçə turist var? Birinci Eylül-Venn diaqramından keçsəm bunu, Almanı yazaram bura, İngilisi yazaram bura. Hər ikisinə gedən nə qədərdir? 9. Almana gedən nə qədərdir? 12 ise bu 3 qalır. İngilisə gedən 17'dir. 9 üstə nə gəlsəm? 17. Deməli, en Almanla İngilis nə verir bizə? Bunlarla 3 üstə gəl 9, üstə gəl 8. Neçə edir uşaqlar? 20 mi edir? Ha, ya da bunu belə tapa bilərik. En Alman birləşir İngilis bərabərdir. En Alman üstə gəl en İngiliz çıxılsın, Almanla İngilisin nəyi? Kəsişməsi. Bərabərdir. Alman nə qədərdir? 12. İngilis nə qədərdir? 17. Çıxılsın kəsişməsi 9. Yenə 12 üstə 17 gəlində 29, 9 çıxanda 20. Cavabımız oldu 20. Aydındır. Keçən ildə 9-cu sinifin imtahanına düşmüş bir sual. Deməli, 2 briqada birlikdə 32 briqadada birlikdə 33 işçi var. Birinci briqada, ikinci briqada. Neçə işçimiz var? 33. Birinci briqadada işçilərin sayı, ikinci briqada işçilərin sayını 8'də 3'ünü. Deməli, ikinci briqadada 2 işçi desəm, birinci briqadada nə qədər işçi olacaq? 8'də 3 2. Üstə gəlinsin, ümumi nə qədərdir? 24. Bu 1 nə deməkdir uşaqlar? 8'də 8 deməkdir. Bunun xətrinə 8'də 8'in üstə. 8'də 3 gələndə 8'də 11 x bərabərdir 24. X bərabərdir 24. 8'də 11'ə böləcəm. Bu da bərabərdir 24 vurulsun 11'də 8. Bunlar gedir üzr üstdən. Bu yerinə 33 24 yazmışam. Sorry. 24 işçi yox. Elə bir başa cavabı fikirləşib yazmışam deyəsən. Aha. Nə olacaq ora? 33.
33, bu da 33, bu da 33, bu da 33. Gedir 3 dəfə 8, 24. Deməli, 24 işçi ikinci briqadada var. 24-ün üstə nə gəlsəm, 9 gəlsəm də birinci deyil. İkinci briqadada nə qədər işçi var? 24. Cavabımız olacaq nə? 24. Sonra, uşaqların ən çox çətinlik çəkdiyi bir şey. 9,8-i 4,9-a böləndə eləyəcək nə? 2. Üstə gəl. 13,4-ü. 2,8-dən 3 çıxsa, deməli, uşaqlar, böyükdən kiçiyi çıxacam. 3-dən 2,8 çıxsam, 0,2, amma 2,8-dən 3 çıxanda mənfi. Mənfi 0,2 bərabərdir. 7,6, 3,8 2 vuranda çıxılsın. Bunu buna vuranda 2,68 edir. Bəzi uşaqlar yazır 26,8. 7,6-dan da 2,68-i çıxsam 0, 10-dan 8 çıxsam 2, 15-dən 6 çıxsam 9, 6-dan 2 çıxsam 4. Cavabımız olacaq 4,92. 4,92. Uşaqlar, bax, belə misalları məsləhət görürəm, gedib özünüz təkrar çoxlu işləmək lazımdır. 16-cı sualımız da getdir. Məhəmməd deyir ki, A çoxluğu, Məhəmməd sözündəki hərflər çoxluğu olarsa, A-nı tapın. Deməli, şagirdlər, A çoxluğu deyirsə, burada bir dənə M var, bir dənə Ə var, bir dənə H var, bir dənə də D var. A-nı soruşur. 4 dənə. Cavabımız olacaq 4. Hətta bu riyaziyyat sözünü keçmişdik. 3 ardıcıl natural ədəd. Deməli, birinci natural ədədimiz nədir? N. İkinci, N plus 1. Üçüncü, N plus 2. Bunların cəmi 3-ün üstə gəlirsin. 3 nəyə bərabərdir? 63-ə. 3n bərabərdir 63 çıxılsın 3-ə. 3n bərabərdir 60. N bərabərdir 20. Birinci ədədimiz 20. İkinci ədədimiz 21. Üçüncü ədədimiz 22. Kiçik ədədlə böyük ədədin hasilini tap. 20-ni vuranda 22-yə eləyəcək 440. Cavabımız da olacaq 440. Məxrəci 200 olar. Düzgün kəsrlərdən neçəsini sonlu onlu kəsr şəklində yazmaq olar. Demişdik ki, məxrəci 210 olan ədədi sonlu onlu şəklində göstərmək üçün sadə ruhları ayırıram. Düzmə ayırdım. Bizə ancaq... Ha? Bəli. Bizə ancaq 2 və 5 lazımdır. 10. Məxrəci 10 olan neçə düzgün kəsir var? 9 dənə. Cavab 9. Hətta demişdim, o bəzi müəllimlər deyir, 1000 çıxırsınız. Bunun 1000. O məxrəci 10 olan 9 dənə düzgün kəsir var. 20-ci sual. 3 ədədin cəmi 24-dür. Birinci ədəd 3 ədəddir. A plus B plus C 24-dür. A ədədimiz birinci ədəd bu cəmin 24-dür. 12-də 5-ini təşkil edir. 12 ilə 24 gedir, 2 vur 5, 10. İkinci ədəd isə 3-də 1-ni, yəni 24-ün 3-də 1-ni təşkil edir. 8. Deməli, A-mız 10, B-miz 8, C-miz də C-də belə 24 çıxılsın 18, 6. Cavabımız olacaq 6. Sonra 21-ci sual. Ardıcıl natural ədədləri demişdik, əbobu 1-ə, əkobuların hasilinə bərabərdir. Əkobumuz olanda 3 vurulsun A vur B, çıxılsın 2 vurulsun, əbobumuz 1,28. 3AB bərabərdir. 2-ni o yüzden 58. 50. 58 üstə gəlir 2. 3AB bərabərdir 60. AB də bərabərdir 20. Cavabımız olacaq 20. Bu qədər sadə. X-in hansı qiymətində 12-də X kəsilir düzgün, aparıb düzgün olmasından ötəri 11, sonra 10, X bölü 9 düzgün olmayan kəsr olsun. 9 8 olsa düzgün kəsr olacaq. Vəssalam.
X-in hansı natural qiymətlərində? 11, 10, 9. Desəydi bunların cəmini tapacaqdıq. Yəni hansı qiymətlərində? Neçə sayını sorursaydı 3 dənə deyəcəkdik. 22 getdi, 23. Baxın uşaqlar, kəsişməsi nədir bunların? A kəsişib B. Ortaq olan nə var? 2, 3, 8. Deməli, 2, 3, 8. Bunların sayı nə qədərdir? Sayı deyəndə n-ə yazır. A kəsib B nə qədərdir? 3 dənə. Alt çoxların sayı üstüdür 2. 2-nin üstü 8 dənə. Cavabımız olacaq 8 dənə. Çətin bir şey var. Sonra 24. Eğilir ben diagramından. Qəşəngcə yazarım. A-nın B-dən fərqi 8. A ilə B-nin kəsişməsi 3. A ilə B-nin birləşməsi 16. 8-in üstə 3 gələndə bu A-dır, bu B-dir. 11 nə qalır bura? B-nin A-dan fərqi nədir? Yalnız B. B-nin A-dan fərqi nədir uşaqlar? Nə olacaq cavabımız? 5. Bu qədər sadə. Ya da bizim düsturumuz var idi. A birləşib B-nin düsturu var idi, fərqlə bağlı. A-nın B-dən fərqi, üstəgələsin N, B-nin A-dan fərqi, üstəgələsin A ilə B-nin kəsişməsi. Bunu yaza bilməyə şagirdlər. Valideyn məsuliyyəti hara daşıyır? Telefon. Mən yenə də deyirəm, bax buradan da deyirəm. Telefon. 9-cu sinifdə bir şagirdin evini yıxan TikTok, telefon, internet. Hamı məndən də atamdan soruşsa adil nətərdir, anamdan da soruşsa, deyəcəklər adil mələkdir, bizə uça bilmir. Bilirəm, valideynləriniz tərəfinizi saxlayır. Hara kimi? Bunu yaza bilməyəşən, hara kimi? Neçə dəfədir yazmışıq bunu? A birləşib B nə qədərdir? 16. Bərabər. A-nın B-dən fərqi 8, üstəgəl. B-nin A-dan fərqini bilmirəm. Kəsişməsi nə qədərdir? 3. Vəssalam. 16 bərabərdir. 11 üstəgəl. N, B-nin A-dan fərqi. N, B-nin A-dan fərqi də bərabərdir. 11-in üstə nə gəlsəm 16 edir 5. Belə də 5. Yəni bir misalın həlli olunur. Neçə dəfə izah eləmək? Qarşılıqlı sadə ədədlər. Demişdik, qarşılıqlı sadə ədəd nəyə deyilir? Yalnız ortaq böləni yalnız birə bərabər olanlar. Bəli, ortaq böləni birə bərabər və ya da ortaq sadə vuruq olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. İnşallah 5 ilə 15 qarşılıqlı sadə ədəddirmi? Xeyr, 5-ə bölünür. 6 ilə 15 3-ə bölünür. 7 ilə 15 bəli. 8 ilə 15 bəli. 9 ilə 15 3-ə bölünür. 10 ilə 15 5-ə bölünür. 11 ilə 15 bəli. 12 ilə 15 3-ə bölünür. 13 ilə 15 bəli. 14 ilə 15 bəli. 15 ilə 15 xeyr. 16 ilə 15 bəli. 17 ilə 15 bəli. 18-dən xeyr. 19-dan 15. Bu da neçə eləyir? 22-dən 23 də qaldı. 22 də qarşılıqlıdır. Düzdürmü? 22 ilə də üstəgəl 23. O da neçə edir uşaqlar toplayanda? 150. 150. Cavabımız oldu 150. Sonra onu dedik. 2 dənə nə vermişdim uşaqlar? Ulduzlu sual. Gəlin bunu tənlik qurmaqla da yazaq, sonra başqa cür də yaza bilərik. Azərin bir qutu rəngli qələmi var idi. Deməli, Azərin nə qədər qələm var? X. O qutuda nə var? X. Azərin bir qutu rəngli qələmi var. O qələmlərin 3də bir hissəsini İlqara verdi. Deməli, İlqara X-in 3də birini verdi. Nə qədərini İlqara verdi? 3də birini İlqara verdisə, qaldı. Azərin nə qədər qələmi? Deməli, X-dən çıxacağım 3də 1X-i, qalacaq 3də 2X-ə. Sonra isə qalan 4də 1 hissəsini Arifə verdi. Yəni 3də 2X-in nə qədərini? 4də 1-dir. Bundan bu gedir, qalır 6da 1X-i. Deməli, 3də 2X-dən nə çıxacaq?
6'da bir ikisini də çıxsan nə qədər qələmi qaldı? 24. 24. Ortaq məqsəd gətirsən. 6 bu nəyə çatışmır? İkisi çatışmır. Deməli 4 çıxılsın 1 x bərabərdir 24. 6-da 3x bərabərdir 24. Bu 3-dən də 6 gedir 2-də 1. X də bərabərdir 24-ü 2-də 1-ə böləndə. Deməli nə qədər qələmi var idi? 48. İndi bunu başqa cürdə deyim uşaqlar. Misalı axırda nə belədir o? Deyir ki, qalanın 4də 1 hissəsini alfa verdikdən sonra santasında 24-də 1-ni verirsə nə qədər qalıb? 4də 3-ü qalıb da 24-dür. 24-ü böləcəm 4də 3-ə böləndə neçə edir? 24 vurulsun 3də 4 32. Təzədən 32-nin isə 3də 1 hissəsini İlqara versə nə qədər qaldı? 32-yi də böləcəm təzədən 3də 2-yə. Bunu gələk böyüyəsən ki, bir müddətdən sonra yazasan da, hiss eləyəsən. Tərsindən var idi, əslində mən elə düşünüyorum. Başa düşdük. Amma o daha yaxşıdır. Məsəl üçün, x qələmi var idi, 3də 1-ni verdi, 3də 2-si qaldı, təzədən 3də 2-sinin planını verdi. Hər dəfə qalanı ondan çıxırsan, sonra da, bunu da zamanla öyle birdən-birə olası bir şey deyil. Sonra bir də bu çən məsələsi var. Uşaqlar, bu qabımızdır. Dolu yeri var bunun, bir də boş yer. 11-də 6 hissəsi nədir? Nə qədər boşdur? 11-də 5-i boşdur. Bax, Seyid. Deyir ki, qaba 45 litr su əlavə olundu. Burada 45 üstə gəlibsə, buradan 45 çıxacaq. Başa düşdün? Dolanda onun orasından da çıxırsan, axı o azalır. Nədir? Dolmuş hissə, doldurulmuş hissə, doldurmuş hissə 3 dəfə çoxdur. Deməli, 11-də 5 çıxılsın 45-i 3-ə vursan, nəyə bərabər olacaq? Dolmuş hissəyə. 11-də 6 2 üstə gəlinsin 45-i. Bu deyir, 11-də 15 2 çıxılsın 135 bərabərdir. 11-də 6 x üstə gəl 45. X-ləri bir tərəfə keçərəm. 11-də 15 2 çıxılsın 11-də 6x bərabərdir. 45 üstə gəl 135. Bu deyir 11-də 9x bərabərdir. 180 məcək? X-də buradan tapanda 180. 180 vurulsun 9'da 11. Bundan gedir 180 vurulsun 20 vur 11 220. Cevabımız olacaq 220. Bunun inşallah bir variantını isə axşamüstü qrupundan çəkəcəm ki, orada da bir hissəsini izah vermiş olun. Sağ olun. Hələlik.